Dostlar, hər birinizə salam. Bugünkü videomuzda sizə Kia Sorento 2016 Nobles komplektasiyasında təqdim etmək istəyirik. Bu avtomobil Koreyada satışda ilk üçlükdədir. Düşünürəm ki, Azərbaycanda da elədir. Ona görə buyurun, qarşılayın. Dostlar, bilirsiniz ki, Sorento'nun bir neçə komplektasiyası olur. Bizdə olan komplektasiyası Nobles'dir. Nobles onun ən komfortlu, ən prestijli komplektasiyalardan biridir. Burada 19'luq disk təkərlərdir, LED optikadır, xrom radiator barmaqlığıdır. Həmçinin bir neçə xrom elementləri var. Əlavə olaraq burada elektrik güzgülərdir, elektrik qatlanan güzgülərdir. Həmçinin ümumi avtomobilin görünüşü, belə deyək, həm ailə avtomobilidir, həm də sürücü üçün maraqlı dizaynda və emosiya bəxş edən bir avtomobildir deyə bilərik. Avtomobilin dizaynı ilə yaxından tanış olsaq, avtomobilin görünüşü elə ön tərəfdən baxanda birinci adamın gözünə girən onun faralarıdır. Faraların üst tərəfində belə bir qaş var. Qaş 2016-17 modellərində yuxarı hissədədir. Restyling olan modellərdə isə aşağı hissədə yerləşdirilib ki, biraz daha gözəl görsənir. Bu tərəfdə el arasında BlackBerry adlanan duman faraları var. Həmçinin avtomobildə 360 dərəcəlik kamera sistemi var. 360 dərəcəlik kamera sistemi ön tərəfdə, arxada və güzgülərin altında quraşdırılıbdır. Bu tərəfdən baxsaq, avtomobilin qapılarında, deməli, ancaq ön qapılarında Keyless Go sistemi var. Keyless Go sistemi, yəni ki, açarsız daxil olma sistemidir. Açar cibimizdə olanda sadəcə düyməni basaraq avtomobilə daxil ola bilirik. Arxa qapılarda bu sistem mövcud deyil. Birincisi, onu deyim sizə ki, bu duqalar bütün komplektasiyalarda gəlmir. Full komplektasiyalarda gəlir. Arxa görünüşündə burada belə bir spoiler var, stop işığı ilə. Bir də ki, elektroprivodlu bagajımız var, hansı ki, bir düymə ilə özü tam olaraq açılacaqdır. Bizim avtomobilin mühərriki Azərbaycanda ən populyar 2 turbo dizel mühərrikdir. Gəlin bu mühərriklə daha yaxından tanış olmaq üçün kapotu qaldırın. Bu avtomobildə nə xoşuma gəlir? Kia şirkəti burada ekonom eləməyib. Kapotun amortizatorlarını qoyub, yəni burada çubuq falan yoxdur. Rahat kapotu açıb, lazım olan işlərinizi görə biləcəksiniz. Deməli, bayaq qeyd elədiyim kimi, avtomobildə turbo dizel mühərrikdir, 2 litr həcmindədir, 185 at gücündədir və 402 Nm bu avtomobilin torkudur. Onu da qeyd edeyim ki, 0-dan 100-ə sürətlənməyi bu avtomobildə 10 saniyədir və istər avtomobildə adam çox otursun və yaxud az otursun, qətiyyən zəifliyi hiss elətdirməyəcək. Yanacaq sərfiyyatı isə avtomobildə 6 litr yarım, 7 litr arasında dəyişir. Dostlar, Nobles komplektasiyasının kozuru onun salonudur. Bu avtomobilin salonunda demək olar ki, bütün funksiyalar var. Birinci onu qeyd eləyək ki, avtomobildə hər tərəfdə dəri üzlüklər var. Həmçinin avtomobilin şit tərəfində də dəri üzlənib. Bu aşağı hissədə isə yumuşaq plastikdən istifadə olunur. Daha sonra sükan yarı dəri, yarı taxtadan dizayn olunub. Həmçinin burada deyə bilərik ki, oturacaqların ventilyasiyası var, oturacaqların isidilməsi var. Həmçinin elektron oturacaqlardır və misal üçün arxada oturan sərnişinlərimiz daha rahat əyləşmək üçün bu oturacağın kənarından oturacağı önə və yaxud da ki, arxaya çəkə bilirlər. Ümumi rahatlıq tərəfindən danışsaq isə kifayət qədər rahat. Bu hissədə avtomobildə bir neçə düymə var. Bu düymələrin sırasında deməli elektron əyləc
Yəni ki, əl əyləci burada yoxdur. Burada elektron əyləcidir. Daha sonra burada 360 kamera, arxa park radarların idarə olunması, sürüş modunun dəyişdirilməsi. Avtomobildə funksional baxımdan desək, burada əlavə 2 dənə də özəllik var. Hansı ki, biri avto holddur, hansı ki, probkalarda sizə kömək eləyəcək. Avtomobil tormuzu saxlayır və sizi tormuzu basmağınıza ehtiyac yoxdur. Dayanacaq tək ki, siz qaz pedalını basana qədər. Həmçinin burada avto stop var. Hansı ki, mühərriki müvəqqəti olaraq söndürür ki, belə deyək, həm yanacaq sərfiyyatı az olsun, həm də ki, mühərrikdə yağın dövrü az getsin ki, siz mühərrikin yağında da, yəni yağ dəyişməyində də ekonom eləyə biləsiniz. Daha sonra sükan multi sükandır. Burada deməli bizdə cruise kontrol var. Multimedianın idarə olunması, böyük 8 inçlik ekranımız var. Hansı ki CarPlay, Android Auto bu kimi şeyləri dəstəkləyir. Bir də ki Nobles komplektasiyası premiumdur, amma tam full deyil. Tam fulllarda zolaq izləmə, bir də ki öndə gedən maşınla məsafə saxlama var. Yəni zolaq izləyəcək, bir də ki qabaqda gedən maşınla məsafə saxlayacaq. Bir də burada 2 zonalı klimat kontrol var. Bu klimat kontrolda funksional baxımdan yəni çox rahat istifadə olunur. Həmçinin bu hissədə əgər siqaret çəkənsinizsə, belə balaca dəlik var. Çox adam bilmir bu nədir. Bu nə üçündür? Deməli siz yolda siqaret çəkirsinizsə, siqaretin tüstüsü sizi narahat edə bilər, sərnişinlərinizi narahat edə bilər və ümumiyyətlə avtomobildə mənfi belə bir qoxu qalır. O qoxu qalmasın deyə siqareti gedən zaman biraz bu hissədə saxlaya bilərsiniz və tüstü bu hissəyə sovrulacaqdır. Yəni bu sırf bunun üçündür. Səs sistemi burada JBL səs sistemidir. Burada səhv etmirəmsə 10 kolonkadır, bir də basavik var ki, səs daha təmiz, daha güclü, gur çıxsın deyənədir. Və ön güzgüdə, orta güzgüdə bizdə avto qaralma var. Ora gün düşərsə, arxanı yaxşı görə biləsiniz deyənə güzgü biraz tündləşir ki, siz arxa tərəfi yaxşı görə biləsiniz. Ümumiyyətlə, inanmıram ki, bu bizdə kiməsə lazım olacaq. Çünki bizdə cəmiyyət xoşlayır ki, avtomobildə qara plyonka qoysun arxa pəncərələrə. Həmçinin adam da görmüşəm, lap arxa bagajın şüşəsinə vinil çəkdirir ki, qapqara olsun. Bilmirəm, Azərbaycanda bu qədər populyar olacaq yoxsa yox, amma belə bir özəlliyi də var. Salonun ən böyük üstünlüyü isə onun panoramik damı olmasıdır. Burada dam tam olaraq panoramikdir və rahat bir dəfə düyməni basmaqla açılacaqdır. Bir dəqiqə. Deməli, bir dəfə basırsan, damın üst, necə deyərlər, tərəfi açılır və bir dəfə də basırsansa, dam tam olaraq açılacaq. Hətta ümumiyyətlə düyməni bərk arxaya bir dəfə sıxmaq olar ki, dam həm bu qapağı açsın, həm də ki üst tərəfini də aça bilsin. Avtomobilin komfortu haqqında danışsaq, dostlar, avtomobil çox komfortludur. Yəni rahat burada biraz iri və yaxud da ki boyda daha hündür olan adamlar rahat əyləşə bilir. Mənim boyum o qədər də hündür olmasa da 1.72-dir. Mən burada çox rahatlıqla əyləşmişəm. Düşünürəm ki, avtomobilin arxa tərəfi də elədir. Çünki bu avtomobilin elə bayaq dediyim kimi kozuru bunun salonudur. Salon kifayət qədər çox böyükdür. Keçək arxa tərəfinə. Bunu da qeyd edeyim ki, bu avtomobilin 7 yerli versiyaları da olur. Elə Azərbaycanda ona görə sevilir. Bizim avtomobil 7 yox, 5 yerlikdir. Amma yenə də keçək arxasına baxaq ki, rahatlığı hansı yerdədir. Deməli dostlar, göründüyü kimi ailə avtomobilidir. Həqiqətən də əsl ailə avtomobilidir ki, burada uşaq kreslosunu quraşdırıb avtomobili yiyəsi. Və gördüyünüz kimi mən burada kral kimi oturmuşam. Həqiqətən çox rahat oturmuşam. Bunu deməyə ehtiyac yoxdur qardaş. Həqiqətən yəni buradan bura qədər gör nə qədər məsafə var. Yəni bu gözlə görülən bir şeydir. Və çox rahat oturmusan. Nə başın patoloka dəymir digər SUV-lardakı kimi. Yəni bəli, SUV-ların çoxunda hündürdür da, amma bəzi son model avtomobillərdə görürsünüz ki, avtomobili biraz sport üslublu eləmək üçün damını biraz aşağıdan eləyirlər. Amma burada kifayət qədər hündürdür. Ona görə çox rahat oturursan. Ümumi bu salonun keyfiyyətindən danışsaq, burada
heç yerdə ekonom eləməyiblər. Yəni bu ciblər bir çox avtomobillərdə görürsüz ki, ciblərdə ekonom eləyirlər. Birini qoyurlar, birini qoymurlar və yaxud da ki, ümumiyyətlə qoymurlar. Yəni bu avtomobildə hər iki tərəfdə cib var. Arxada klimat kontrol var. Düzdür, buradan onu idarə eləmək olmur. Bu sadəcə deflektorlardır, sadəcə bağlayıb aça bilirsən. Həmçinin biraz belə keçim sizə rahat görsənsin deyə. Həmçinin bu tərəfdə deməli birinci tərəfdə USB var, USB yeri. Bu tərəfdə 12 voltluq zaretka portumuz, yəni ümumiyyətlə elektrik portumuz və 220 voltluq burada yerimiz var, hansı ki bizə notebook və yaxud da ki onun kimi başqa bir cihazları qoşmağa imkan yaradır. Bu arada burada qeyd olunub ki maksimum 200 watt. Ona görə burada tefal qaynatmaq olmaz. Bu yalnız notebook və onun kimi az enerji tələb eləyən cihazlar üçündür. Avtomobilin arxası kifayət qədər rahatdır deyə bilərik. Keçək avtomobilin bagaj hissəsinə. Rahat elektron açılan bagajımız var. Bagajın həcmi elə videodan da məncə görsənir ki, kifayət qədər böyükdür. Avtomobilin bagajı 1100 litrdir. Oturacaqları biz qatlasaq 2080 litr həcmində olacaq bagajımız. Yəni kifayət qədər böyük bagajımız var. Özdə çox maraqlı belə bir örtüyümüz var burada. Bu Kia'ların hamısının üstündə gəlmir. Bu avtomobil yiyəsi tərəfindən qoyulmuş bir şeydir. Və deməli polun altında burada deməli burada danqrat və üçbucaq olmalıydı. Lakin danqrat gəlməyib. Avtomobil yiyəsi dediyinə görə Koreyadan gələndən bəri üstündə yoxdur. Amma əvəzinə Koreyadan, elə Koreya dilində burada sözlər yazılıb. Belə bir şey var. Bu səhv etmirəmsə diskləri təmizləmək üçün bir alətdir. Və zapaska təkərimiz avtomobilin bu hissəsində, yəni altında yerləşir. Bəlkə də biraz narahatdır, amma yəni öyrəşmişik bütün Kia Sorento'larda bu neçə illərdir ki, belədir. Bu hissədə görə bilərsiniz ki, belə bir boşluq var. Bu nə üçündür? O tərəfdən bərkidilən xüsusi rəfimiz olur, hansı ki belə jalüz kimi açılır və bu hissədən bağlanır. Bunu sonradan alırsınız, avtomobilin komplektasiyasının üstündə gəlmir. Sonradan alıb buradan quraşdırırsan. Bir də bir çox avtomobillərdə görmüş ola bilərdiniz. SUV avtomobillərdə bu hissədə və yaxud da ki bu hissədə oturacaqları qatlamaq üçün xüsusi düymələr var idi. Deyərdim ki, bəlkə də bu onun mənfisidir ki, burada belə bir düymələr yoxdur və həmçinin, yəni görmürəm, yoxdur burada 12 voltluq və yaxud da ki 24 voltluq rozetkamız burada yoxdur, onu da deyə bilərim. Misal üçün arxa oturacaq yerlərində onu quraşdırıblar, hətta 220 volt quraşdırıblar. Lakin bagaj üçün heç bir şey fikirləşməyiblər. Çünki düşünürəm ki, bu ailə maşınıdırsa, sən bununla kampa gedə bilərsən, rayona gedə bilərsən, yəni uzaq yola çıxa bilərsən və bəlkə də sənin bagajında mini xaladelnikin var. Mini soyuducun var, sən onu toka taxmaq istəyirsən. Burada da onun üçün yer yoxdur. Bu da düşünürəm ki, onun mənfi cəhətidir. Amma həll yolları var, yəni uzadıcı olur, belə udilnitil deyək də. Oradan bu tərəfə çəkmək olar, həll eləmək olar. Lakin bu zavoddan düşünülürsə, düşünürəm ki, daha məntiqli olardı. Bagaj da belə bağlanır. Həmişə dediyim kimi, təhlükəsizlik ən önəmlisi. Ona görə kəmərimizi bağlayaq. Yəni, bilmək olmaz. Başıma nə gələ bilər. Ümumiyyətlə, belə bir şey də demək istəyirəm. Çünki tanışlarda və yaxud da ki, ümumi çox vaxt fikir verirəm. Avtomobili xodlayanda start-stop düyməsini 3 dəfə basmaq lazımdır. Yəni, bir dəfə bastın, sonra bir dənə də basırsan. Daha sonra tormuzu basıb 3-cü dəfə xodlayırsan. Yəni, bu sistem tam oyansın deyənə belə olmalıdır. Çox adam elə oturan kimi gəldi, tormuzu bastı, start-stopu bastı. Yəni, tam sistem yüklənməmiş, xətalar yoxlanılmamış. Benzinasöz benzini tam vurmamış, başlayır xodlamağa, tam düz deyil. Ona görə yəni burada belə düşünüblər ki, bu düymə 2 dəfə sadə basılmalıdır ki, xətaları oxusun. Daha sonra tormuzu basıb start-stop düyməsini sıxa bilirik. Gedək çıxaq yola. Elə buradan da deyə bilərəm ki, avtomobilin səs-küyü o qədər də çox deyil. Bizdə lük açıqdır. Amma motorun səsi gəlmir. Mən elə bilirdim ki, indi dizeldir də, hamımız öyrəşmişik də. Dizel avtomobillərin səsi daha çox gəlsin. Amma yəni deyim ki, motorun səsi o qədər də çox gəlmir. İndi lük açıqdır deyə çölün səsi eşidilir. Amma o dizelin tırıltısı belə deyək yoxdur.
və askı sistemi də yumuşaq. Nə çox sərt, nə də çox yumuşaq, ortadır. Elə qızıl ortasını tuta biliblər. Yəni askı sistemi özünü çox normal aparır. Bir də burada bayaqları qeyd eləmişdim, rejimlər var, sürüş rejimləri. Deməli, drive mod düyməsi ilə onu dəyişəcəyik, bir çox avtomobillərdə olduğu kimi. Hal-hazırda bizdə eko rejimdir, bunu dəyişə bilərik. Sportu basırsan, avtomobilin askı sistemi biraz daha sərt olur. Həmçinin avtomobilin rulu da daha da dinamik hərəkət elətir. Yəni avtomobilin döngələrini daha dinamik götürə bilir. Ümumi, yəni sport rejimini qoşanda həm avtomobil özü daha da yaxşı sürətlənir, askı sistemi biraz daha sərt olur və rulun hiss olunması daha da effektlidir, belə deyək. Eko rejimdə avtomobil abaratları çox yüksək qaldırmayacaq ki, ekonom tərzdə sürəsən və yanacağa qənaət eləyəsən. Ən axırıncı rejim bizdə nədir? Standart rejimdir, normal rejim. Burada heç nə yazmır, amma bu standart rejimdir. Gəlin elə eko rejimdə hələ ki sürək. Baxarıq eko rejimdə avtomobil necə sürətlənir və sport rejimdə onun fərqi nədir? İndi bircə bu maşınlar çox olan yerdən çıxaq. Deməli, hal-hazırda eko rejimdə avtomobil çox rahat, heç deməzsən 2 motordur. Həqiqətən elə bir ki, 3 motordur. Həqiqətən yaxşıdır. 184 at gücü olmağına baxmayaraq, yəni at gücü daha çox olan avtomobillərdə oturmuşam. Bunun belə dinamikliyin hələ eko rejimdə verməyiblər. Çox maraqlıdır. Gəlin indi sporta keçirdək. Həqiqətən də sport rejim bildiyin aqressivdir. Yəni o boyda ağırlığında böyük avtomobil olduğuna baxmayaraq, bunun belə sürətlənməyi həqiqətən qəşəngdir. Xoşum gəldi. Belə salon haqqında düzdür danışmışıq sizdən, amma toxunmadığım məqamlar var da. Misal üçün, cihazlar paneli burada analoqdur, amma ortasında ekranı var, hansı ki bizə bir çox məlumatlar verəcək. Bu bizim yağ dəyişməmiz son dəfə nə vaxt olub, kilometrajımız, benzin sərfiyyatı falan, yəni bunlar hamısı burada qeyd olunur. Özü sürət hiss olunmur. Yəni deyim ki, güclü sürət hiss olunur. Yox, o qədər də güclü hiss olunmur sürəti. Amma indi spidometrə baxdım ki, 60 gedirəm. Amma elə bilirdim ki, 40 gedirəm. Yəni o qədər də sürətli getmirəm. İndi istəyərdim ki, bir dənə lüku bağlayım tam olaraq ki, avtomobilin səs izolyasiyası hansı yerdədir, onu bilmək üçün. İndi bir dənə buradan çıxaq, biraz qaz verərəm. Həm motorun səsini daha yaxşı eşidim deyə. Düzdür, bayaqları demişəm, motorun səsi az gəlir. Amma tam dəqiq eşitmək üçün elə lüku bağlamağım yaxşı olardı. Motorun səsi gəlir, amma çox gəlmir. Elə bir ki, adi benzin mühərrikli avtomobil sürürsən. Hətta qaz verirəm, düzdür, motorun səsi gəlir, bu normaldır. Amma yəni dizel olmağı bilinmir. Yox, dizel olmağı bilinmir, dostlar. Qəşəngdir. Səs izolyasiyası da yaxşıdır. Gəlin, lüku tam olaraq bağlayaq. Əla. Ümumiyyətlə, bilirik də, yəni bir çox Kia'larda, Hyundai'larda səs izolyasiyası aşağı səviyyədə olur. Amma, yəni, misal üçün, Optima'dan fərqlidir bu avtomobil. Optima'ya oxşasa da salonu Optima ilə eynidir. Burada səs izolyasiyası baxımından Optima'dan üstündür. Həm Optima'dan üstündür, həm də ki komfortludur. Baxmayaraq ki, hələ Optima özü də kifayət qədər komfortlu avtomobildir. Yəni deyə bilməzdim ki, yəni Optima narahat avtomobildir. Yox, Optima çox qəşəng, yumuşaq və sürəti çox qəşəng yığan avtomobildir. Bu onun elə bir ki cipidir. Optima'nın böyük variantı və ondan biraz daha keyfiyyətli. Elədir. İndi mahnının səsinə də baxaq, çünki burada JBL səs sistemidir. Düzdür, bəlkə də videodan çox bilinməyəcək belə mahnının güclü olmasını, amma biraz təəssüratınız olsun deyənə istərdim qoşaq. İndi bir dənə mahnı qoşacağam, amma ki çox uzun qoşa bilməyəcəm, çünki copyright-a düşmək istəmirik. Yəni YouTube bizim kanalı bloklamasın mahnıya görə. İndi bir dənə səs verəcəm.
with his weather girl waving her hand. Copyright-a düşməmək üçün mən mahnını tam olaraq çoxlu saxlaya bilmirəm. Amma əla. JBL yəni öz sözüm deyir də yəni. JBL-i biz öyrəşmişik görməyə Prius'larda, Kia'larda adətən Infinity səs sistemi gəlir də. Amma bu modeldə JBL gəlir. Mən də elə ilk görəndə təəccübləndim. Çünki bundan öncə açığı Sorento sürməmişəm, nə yalan deyim, görməmişəm. Optimalarda Infinity səs sistemi gəlir. Burada JBL-dir. Qəşəngdir. Bu avtomobildə yaxşı bir funksiya var. Düzdür, bu yenilik bir şey deyil. Yəni bu bir çox avtomobillərdə var. Amma yəni sadə komplektasiyalarda bu olmur. Burada deməli bu komplektasiyada var. Sükanın isidilməsi. Burada klimatın üstündə sükan işarəsi var. Bunu basaraq sükanımızı qızdıra bilirik ki, sükanın içində spirallar var. Üst tərəfi isitməyəcək, amma kənarlardan spirallar qoşulub, yəni burada içəridə və onların vasitəsilə sükanımız isidinəcək. Mənfi cəhətlərdən nə deyim? Və yaxud da ki, çatışmayan şeylərdən desəm, burada düşünürəm ki, misal üçün, kör zonalar çatışmır. Bəlkə də yəni, tam full komplektasiyada kör zonalar ola bilər. Güzgülərdə misal üçün onların olmaması böyük bir problem deyil, amma olsa daha yaxşı olar. Bir də ki, zolaq izləməklə qarşıda gedən avtomobillə məsafə saxlama. Bunlar full komplektasiya, tam full komplektasiyalarda gəlir. Yəni bu komplektasiyada olması da məncə düşünürəm yaxşı olardı ki, yəni bu komplektasiyada özü o qədər də ucuz komplektasiya deyil. Qiymət baxımından yəni orta qiymət, orta deməyim, biraz baha qiymətədir. Düşünürəm, yəni belə funksiyalarda burada olsaydı daha yaxşı olardı. Stəkan yerini gizlətmək üçün burada belə bir jalüz var və podlokotnik. Podlokotnik burada bir neçə hissədən ibarətdir, yəni ayrılıb. Belə bir qab var. Bunu yaxşı düşünüblər. Dərin podlokotnikdir, işığı yoxdur, onu deyə bilərəm. Önəmli deyil, burada işıq olmasa da olar, çünki buradakı işıqlar onu işıqlandırır. Sonra burada olan işıqdan danışsaq, işıq burada elə düymə ilə olması yaxşıdır ki, hər dəfə qoşulmayacaq. Çünki gündüz vaxtı bunu istifadə eləməyə ehtiyac yoxdur, amma bir çox avtomobillərdə elə bunu açan kimi işıq özü yanır. Düymə ilə olması yaxşıdır. Bir də bardachok. Bardachokun da bardachok bu avtomobilə görə düşünürəm o qədər də böyük deyil. Amma işığın olması yaxşıdır. Ki qaranlıqda işıq orada bizə çox kömək eləyir. Bir də dostlar, burada güzgünün üzərində bir neçə düymə var. Bir sos düyməsidir, hansı ki bizim ölkədə işləməyəcək. Daha sonra yenə də Koreyaya aid bir neçə düymə var. Burada UVO falan, bunların xüsusi sistemləridir. Bir də burada high pass yazılıb şeyin üstündə, güzgünün üstündə. Səhv etmirəmsə, elə bu ödənişli yollar üçündür ki, kartınızı bura tanıdırsınız. Burada elə kart işarəsi var ki, ödənişli yollara girəndə bizim ölkədə bu hələ ki işləməyəcək, belə bir sistem bizdə yoxdur. Ödənişli yollarımız olsa da bu sistemi dəstəkləmir. Yəni bir dənə bu düyməni basaraq sən ödənişli yola keçəndə artıq ödəniş etməli olursan, yəni ödəniş edirsən və yolu gedirsən. Deməli, burada klimat kontrolda çox maraqlı özəlliyi var. Cluster Ionizer burada yazılıb. Deməli, görürsünüz, siqaretin tüstüsü çox gəlir. Amma biz bunu bu tərəfə tutanda tüstü azalıb. Çünki buradan xüsusi yer var, siqaretin tüstüsünü soğurur. Bunu bayaqları qeyd eləmişdim, düşündüm ki, göstərsəm də çox maraqlı olardı. Yəni, siqaret çəkən sürücülərimiz üçün faydalı ola bilər, düşünürəm ki, salondan siqaret iyi gəlməsin. Ümumi Kia Sorento rahatlıq, keyfiyyət və etibarlılığı bir yerdə təklif edən SUV-dur. Həm ailə üçün, həm fərdi sürücülər üçün çox ideal seçimdir. Avtomobil həqiqətən də çox xoşuma gəlibdir. Bu avtomobillərin, onu da deyə bilərəm ki, qiyməti çox gec düşür. Yəni, qiymətini də saxlayan avtomobildir ki, tələbat həmişə bu avtomobillərə yüksək olub. Bugünkü videomuzdan bu qədər. Baxdığınız üçün, izlədiyiniz üçün təşəkkür edirik. Videonu like edib, kanalımıza abunə olub, TikTok və Instagram kanallarımıza da abunə olmağı unutmayın. Təşəkkür edirik, sağ olun.